Hər birinizi salamlayıram. Bugün biz Master Coach ödənişsiz challenge-da növbəti webinarda sizinlə bərabərik. Mən Asiya Rüstəmli bugün sizinlə bərabərəm. Mən Asiya Rövşən Coaching Akademiyasının direktoruyam. Harda ki biz ikili sertifikat proqramı keçiririk. Və sizinlə bərabər bugün sırf coachinga, belə deyirlər də, coachinglə bağlı suallarınızı cavablayacaq bir webinar keçəcək. Webinarımız 1 saat, təqribən 45 dəqiqə, 1 saat çəkəcək. Çox uzun webinar olmayacaq bu dəfə və siz istəyirəm ki, bu dəfə bütün suallarınızı chatlarda mənə yazasınız. Yəni, coachinglə bağlı, bu metodikanı öz həyatınızda necə istifadə edəcəyinizlə bağlı və s. və s. Hansı suallarınız var, hansı narahatlıqlarınız var, hansı qərarlarınız var, hər birini sizdən mən eşitmək istəyirəm. Məncə mənimlə artıq tanışsınız. Qısaca yenidən özümü təqdim eləmək istəyirəm. Mən Asiya Rüstəmli, təqribən 4-5 il öncə mən öz şəxsi brendimi yaradaraq coach və biznes mentor kimi Instagramda səhifəmi açdım və səhifəmi açdıqdan sonra təqribən 3-5 ay keçməsi yetərli oldu ki, mən öz şirkətimi qurum artıq, komandamı işə almağa başlayım və artıq mən başlayım professional biri kimi fəaliyyətə. Çünki artıq səhifəmi açdıqdan təqribən 3 ay sonra həqiqətən də çox yaxşı gəlirlər əldə etməyə başladım mən. Bir çox maraqlı layihələrin əsasını qoymuşam indiyə qədər. Bunlar terapevtik təlim layihələri, proqramları və yaxud da ilk terapevtik şou olan Money Show layihəsidir. Onlardan bir digəri də Biz Klub layihəsidir, hansı ki aylıq ödənişlədir və biz klubda belə deyərlər, sırf həftəlik terapiyalar keçiririk. İnsanlar, kimlər ki böyük proqramlara gələ bilmir, onlar daha kiçik məbləğlə mənimlə bərabər işləyə bilirlər və bir daha sizə göstərmək istəyirəm ki, mənim 4 təhsilim var. Burada 3 diplomların 3-ü var. Onlardan ikisi Rusiyada təhsil aldığım psixoloq coach diplomlarımdır. Digər ikisi isə Ada Universiteti və Xəzər Universitetində bitirdiyim MBA və Business Administration üzrə təhsillərimdir. Elə buna görədir ki, Master Coach ödənişli proqramı ikili sertifikat proqramıdır. Və ikili sertifikat proqramında biz Avropa Coachlar Federasiyası tərəfindən təsdiqlənmiş Business Coaching Certification, Business Coach Certification-ını götürürük biz, hansı ki bütün dünyada keçərlidir. Digər tərəfdən isə Professional Coaching Certification götürürük biz, hansı ki CardCert beynəlxalq sistemi vasitəsilə təsdiqlənib və xüsusi kartla da bu bərkidilir. Okey, nəyə görə buradayıq biz sizinlə bərabər? Ümumiyyətlə, mən istəyirəm yazasınız chatda kimlər artıq başlayıb challenge ərzində nə qazanmışsınız, nə etmişsiniz, nə ortaya çıxartmışsınız, nə qədər müştəri tapmışsınız, necə işləməyə başlamışsınız və s. və s. Tamamilə ödənişsiz challenge-dir. Harda ki, siz artıq pul qazanmağa başlayırsınız, metodika öyrənirsiniz, özlərinizdə həm də işləyə bilirsiniz. Niyə də istifadə etməyək ki? Master Coach ikili sertifikat proqramı istifadəsi çox asan olan özəl metodologiyaya əsaslanır. Buna mən çəhrəmaşı metodologiyası demişəm. Burada 4 həyat səviyyəsi üzrə işləyirik və çox rahat biz görə bilirik həyat səviyyələri üzrə necə işləyəcəyimizi, necə müştərini apara biləcəyimizi də belə deyərlər. Digər tərəfdən Master Coach ərzində bolca praktika üçün ortamımız var bizim. Qızlarım, hələ ki coachlarım qızlarımdır, bəyləri də gözləyirəm, amma bizim ümumi ortamımız var. Master Coach birinci qrupu bitirənlərdə, ikini bitirənlərdə, üçünü bitirənlərdə hamısı eyni qrupdadılar və həmişəlik eyni qrupdadılar. Onlar bir-birləri ilə kontaktdadırlar davamlı, praktika eləyirlər davamlı. Hər gün bir-biri ilə qarşılıqlı sessiyalar keçirlər. Həm özləri inkişaf edir, həm praktikalarını artırırlar. Həm də ödənişsiz nə qədər sessiyalar əldə etmiş olurlar, nə qədər praktiki biliklər əldə etmiş olurlar. Digər tərəfdən burada iş imkanları görə bilirsiniz.
şirkət açmaq imkanları görə bilirsiniz. Yəni Master Coach ikili sertifikat proqramı sadəcə bir proqram deyil. Burada həm necə bir coach olmaq olar deyə metodikanı öyrənib, həmçinin də necə coach kimi biznes qurmaq olar deyə ikinci belə deyirlər də business coaching certification'da necə bir coach kimi biznes qurmaq olar. Bunun da sistemini və sxemini öyrənə bilirsiniz. Sertifikat proqramımızda siz hətta praktika etdiyiniz saatları da əgər istəsəniz əlavə sorğu olaraq transkript kimi əldə edə bilərsiniz məndən və sertifikat sonunda imtahanla təqdim olunur. Okey. Gəlin baxaq görək. Ümumiyyətlə, coaching sizə uyğun sahədirmi? Birinci bu suala cavab verək. Mən bununla bağlı ayrıca artıq bir webinar keçirmişdim. Orada görmüşdünüz deyə burada mən qısaca danışacağım. Coaching sahəsi sizə uyğundur. Əgər siz 1. İstəyirsinizsə ki, özünüz həyatla əlaqədə olmağı bacarmaq üçün, həyatı yaşama prinsiplərini öyrənmək üçün və daha rahat kommunikasiya, həyatla əlaqə və insanlarla əlaqə sxemləri qura bilmək üçün bir vasitəyə ehtiyacınız varsa. Mən xatırlayıram ki, illər öncə, xüsusilə də 20-22 yaşlarındakı Asiya kimə necə davranacağını bilmirdi. Ən böyük problem. Hər kəsin qorxaq yaşayırdı. Mənə elə gəlirdi ki, kimsə mənim yanımda durmalıdır ki, mən qorxmayım. Mənə elə gəlirdi ki, kimsə mənə patskaska verməlidir hardasa. Kimsə məni qorumalıdır. Kimsə mənim əvəzimə qərarlar verməlidir. Kimsə məni işə düzəltməlidir. Kimsə mənə pul verməlidir. Kimsə məndən sorumlu olmalıdır. Bütün bunları niyə düşünürdüm və çox zaman verdiyim qərarların doğru olub olmadığını bilmirdim, etdiyim hərəkətlərin doğru olub olmadığını bilmirdim, hisslərimin necə olduğunu başa düşmürdüm. Ona görədir ki, daha çox ətraf səslərin axınına düşürdüm. Və ətrafda digər insanlar məni çox rahatlıqla bir də manipulə eləyə bilirdilər. Yəni insanlar məni hansı tərəfə istəyirdilər, yönəldə bilirdilər. Çünki mən kiməm deyə anlamırdım. Mən necə davranmalıyam, nə hiss edirəm deyə başa düşmürdüm və spesifik olaraq hər insan niyə belə davranır? Hər şeyin kökündə yatan səbəb nədir? Mən niyə belə hiss edirəm? Mən müəyyən hisslərimi necə işləyə bilərəm? Mən müəyyən məsələlərlə necə baş edə bilərəm? Bunları bilmirdim. Ona görə də ən birincisi ümumiyyətlə coaching öyrənmək, şüuraltda nə baş verir və s. və s. bunları öyrənmək bizə lazımdır özümüz üçün. Ki biz, baxın belə bir şey var, hər zaman biz evə nəsə alanda soyuducu, toz soran, kondisioner, nə bilim, kompüter, ya nə bilim dərman, nəsə alanda instruksiya verilir, düzdür? Yəni necə kullanma kılavuzu deyirlər, necə istifadə qaydaları belə deyərlər. Biz dünyaya gələndə isə istifadə qaydalarını sadəcə 10%-ni öyrənirik. Yəni 10% bizə verilir, bunu da valideynlərimiz bizə verir. Yəni sadəcə 10% bizə göstərirlər ki, maksimum 10%-a, maksimum ən yaxşı valideynlər belə 10%-ni göstərəcək ki, necə yaşamaq lazımdır, necə yaşamaq olar. Bəzi valideynlər ümumiyyətlə intellektual və emosional çox aşağı səviyyədə olduqları üçün sadəcə 1% göstərib verə bilirlər. Bəziləri isə maksimum ən yaxşı halda 10% verə bilirlər. Və bu həyatdan istifadə qaydalarını sadəcə biz bir hissəsini görə bildiyimiz üçün 18 yaşa qədər. Sonradan biz digər 90%-la bağlı çaşbaş qalırıq. Və digər 90% təəssüflər olsun ki, cəmiyyət, partnyor, padruşka, o, bu, hər kəs başlayır bizi bir yerə dartmağa və belirləməyə. Və əgər biz hətta sadəcə öyrəndiyimiz, valideynlərimizdən öyrəndiyimiz o 10%-la yaşamağı seçsək belə, biz çox qıt həyat yaşamağa başlayırıq. Niyə görə qıt həyat? Çünki bir fərdin sonrakı hissləri, emosiyaları, həyat seçimləri, həyat səviyyəsi, frekansı mı deyək, nə istəyirsinizsə, həyat ssenariləri deyək, sadəcə valideynlərindən aldığı 10%-la kifayətlənməməlidir. Bu çox kiçikdir. Və hər dəfə yeni gələn nəsil digər öncəki nəsildən daha güclü olmalıdır ki, nəsil davam eləsin.
Siz heyvanlar aləminə baxın. Əgər təbii seçmədə növbəti gələn nəsil, növbəti gələn era hər dəfə zəifləyirsə, ya hər dəfə yerində sayırsa, o tükənir, sonra qırmızı kitaba düşməyə başlayır. Yəni siz sadəcə valideynlərinizin verdiyi 10% yaşamağı seçirsinizsə, get-gedə zəifləməyə başlayırsınız. Və psixoloji zəifləmə həm də e, fiziki zəifləmə ilə nəticələnir. Və get-gedə nəsillər sonra bu nəsil artıq tükənir. Neçə dəfə biz görmüşük? Özünüz baxa bilərsiniz. Ətrafınızda olan insanlara ən yaxın nəsillərə baxın. Familiya daşıyıcılarına baxa bilərsiniz. Ən yaxında kimlər varsa. Siz də belə budaqlarla ağlınıza gətirin indi. Əm, Hansısa nöqtədə kiminsə qolu belə deyirlər, nəsil qolu qırılıb. Bilirsiniz belə insanlar, düzdür? Nəsil qolu qırılıb. Davam etməyib. O hissədən budaq qırılıb sanki. Uşaqları olmayıb. Ola bilər ki, ailə qurmayıb, zəifləyib, hamısı dünyasını dəyişib, hamısının taleyi çox pis yerlərə gedib çıxıb. Hər biri, məsələn, nəsil var, hansı nöqtədə ki, doğulan bütün uşaqlar xəstə olub və tez dünyasını dəyişiblər və s. və s. Zəifləyən budaqlar deyək də, nəsil yox, budaqlar. Xüsusən də kişilərə biz baxsaq, zəifləyən budaqlar. Düzdür? Aha, öz nəslinizə yox, başqalarının nəslinə də baxa bilərsiniz. Zəifləyən budaqlar harda varsa, o nəslin həmin budağı sonradan sanki kəsilir, davam eləmir. Davam eləsə belə zəif davam edir. Hətta baxa bilərsiniz, nəslinizdə hansısa nöqtədə çox varlı biri olub. Və əgər ondan sonra heç kim daha da varlanmayıbsa, o nəsil get-gedə kasıbçılığa və xəstəliyə doğru sürüklənib. Baxa bilərsiniz, hansısa bir nöqtədə çox yüksək vəzifəli, zəngin bir ulu babanız, ulu nənəniz olubsa və ondan sonra gələn nəsil, sonrakı insanlar daha psixoloji və emosional zəif olublarsa, nə baş verib? Get-gedə kasıblaşma və get-gedə daha da fiziki zəifləmə o nəsildə. O nəslin təqribən 100 il sonrakı budağı ümumiyyətlə qırmızı kitabdır. Başa sala bilirəmmi? Və yenə də deyirəm, tək şərt bir nəsil budağının davam edə bilməsi üçün sonra gələnin öncə olandan emosional güclü olmasıdır. Və birinci emosional, çünki emosional gücdən nə gəlir? Fiziki və maddi güc doğur emosional gücdən. İntellektual hissə kimin nə qədər intellektual olduğu önəm daşımır. Siz bax özünüz yoxlaya bilərsiniz. Məsələn, ola bilər ki, bir nəsildə get-gedə hamı daha da intellektuallaşır. Amma nəsil tükənir, daha da fiziki, mənəvi və maddi çökürlər. Yəni intellektual inkişaf bir nəsildə o nəsil budağının davam etmə göstəricisi deyil. Necə ki, qırmızı kitaba düşərkən hər hansı bir belə deyərlər də. Necə deyərlər? Heyvan növləri deyək də. Qırmızı kitaba düşərkən hər hansı bir heyvan növü ola bilər ki, ən yaxşı, ən gözəl, ən belə gelişmiş versiyasında ola bilər. Okay? Amma niyə qırmızı kitaba düşür? Çünki nəsil davam eləmir də, düzdür? Qırmızı kitab biraz məcazidir. Tam olaraq başa düşməyinizi istəyirəm deyə deyirəm. Məcazi sözü qırmızı kitab. İnsanlarda isə bu, yenə də deyirəm, fiziki və maddi zəifliklə özünü göstərir. Bunun da səbəbi doğuş nöqtəsi nədir? Emosional zəifləmə. Gəlin burada çəkək hətta sizə daha da aydın olsun. Baxın, bütün güclər insan üçün emosional, yəni mental, şüuraltı, düzdür? Şüuraltıdan gəlir. Çünki xəstəliklərin də bütün kökü şüuraltıdadır. Maddi durumumuzun da,
ə, fiziki sağlamlığımız və hətta intellektual olaraq da nə etdiyimiz, hamısı bununla bağlıdır. Emosional, yəni şüuraltıdan gələn, bax bu güclə, bu nə pis çəkdi. Nə doğur burdan? Bizim maddi səviyyəmiz doğur, düzdür? Və fiziki nə vəziyyətdə olduğumuz, sağlamlığımızın nə vəziyyətdə olduğu. Düzdür? Və bu iki komponent də bəlirləyir ki, bir nəsil get-gedə nə qədər güclənir, düzdür? Yoxsa nə qədər zəifləyir. Yenə də deyirəm, əgər bir nəslin fərdləri get-gedə maddi və fiziki zəifləyirsə, həmin budaq tükənir. Niyə? Çünki başda duran səbəb nədir? Şüuraltı olaraq, emosional olaraq zəiflik. Niyə? Bunun da səbəbini başa saldım. Çünki valideynlər bizə maksimum ən yaxşı valideynlər belə bizə həyatla bağlı istifadə qaydalarının yalnızca 10%-ni verir. Və əgər hər dəfə sonra gələn nəsil sadəcə valideynlərindən olan maksimum 10%, hələ bu ən yaxşı variantdır da, belə deyərlər. 10%-i götürüb də davam edirsə, get-gedə nə baş verir? Düşüş yaşanır. Çünki hər gələn dövr də eyni dövr deyil. Get-gedə düşür, düşür, düşür və bu nəsildə nə baş verir? Yəni də deyirəm, maddi və fiziki zəifləmə. Deməli, bizə nə lazımdır? Bizə lazımdır ki, bu 90%-i dolduraq ki, bizi bu 90% yeməsin. Biz onu yeyək. Bura qədər hər şey aydındırmı? O 90% bizi yeməsin. Biz onu yeyək. Və coaching bizə kömək edir bu barədə. Coaching bizə kömək edir. Həyat səviyyələrini öyrəndikcə, duyğularımız, emosiyalarımız, bunların səbəblərini öyrəndikcə, praktikada qaldıqca biz artıq həyatı yaşama şəklini bəlirləyirik özümüz üçün. Və ona görə də ən birinci coaching sizə lazımdır. Ona görə ki, həyatı sadəcə valideynlərimizdən gələn, belə deyərlər də, istifadə qaydaları ilə, onların emosiyaları ilə, onların yaşayış, maddi və fiziki səviyyəsi ilə ölçməyək deyə özümüzün keçmiş nəsildən belə daha yaxşı həyat ssenarisini yaradaq deyə. Yəni düşünün də, bir nəsildə hər gələn nəsil daha güclənirsə, o nəsil super nəslə çevrilir get-gedə. Və o nəsildə sonrakı dəfələrdə nələr formalaşır artıq? Çox bütün dünyaya xidmət edən insanlar formalaşır artıq. Araşdırıb baxa bilərsiniz bunu. Tanınmış insanlar, necə gedir hər şey nəsillərdə. Yox, bir nəsil get-gedə zəifləyirsə, hər gələn fərd nə baş verir? Məhv olur və problemlər çoxalır və nəslin gücü zəifləyir. Bəzi insanlar, çünki niyə bunu deyirəm? Bəzi insanlar deyir, onsuz da ölüb gedəcəyik, onsuz da heç nə qalmayacaq, zaten öləcəz, nədən yapıyoruz? Belə düşüncələrə dalır bir çox insanlar və düşünürlər ki, zaten belə deyərlər də, alın yazımızı pozanla poza bilmərik. Yaşayaq gedək elə, ana öp kimi necə gəldi, onsuz da öləcəyik, amma yox, elə bir şey deyil. Qalıcı bir şey var. Və o daha böyük şəkli görməyə bacarmaq lazımdır. Bu bir. İkinci, nəyə görə coaching sizə lazımdır? Çünki coaching çox gəlirli bir sahədir. Və mən burada yenə ekranda çəkmək istəyirəm. Necə və niyə? Əgər bir insan coach kimi formalaşıbsa və təcrübəlidirsə və qəşəng də praktika keçibsə, master coachun içində tutaq. Bu insan artıq kimdir? Normal insan deyil də, bu super insandır. Çünki bu artıq çözüb, şüuraltını çözüb, nə necə baş verir, nəyin səbəbi nədir, nəyi necə dəyişdirmək, dönüşdürmək, yaratmaq, emosiyalar və s. bunların hamısından xəbərdardır. Bu artıq çevrilir super bir insana. Yəni, belə deyərlər də, digər insanlardan fərqli birinə çevrilir, düzdür? Super insan. Mən bayaq bir kontent paylaşmışdım ki, qisas almıram. Məsələn, qisas almaq, nifrət etmək və yaxud da mübarizə aparmaq bu adi insanların işidir. Amma super insanlar kiçik duyğularda, kiçik məsələlərdə, aşağı frekanslı şeylərdə ilişib qalmırlar. Ona görə də onlar super insandırlar. Onlar həyata tam tərsindən və tam fərqli şəkildə baxa bilirlər.
Bir koç kimi super insan formalaşdı. Okey. Əla. Artıq siz buradan nə əldə etmiş olursunuz? Super insansız deyə bir güc əldə etmiş olursunuz və fərq əldə etmiş olursunuz. Bu gücü və fərqi bir də biz birləşdirsək, bir biznesə çevirsək də belə deyərlər. Biznes quruculuğu ilə birləşdirsək, nə baş verir burada? Bu toplamdan isə çox güclü bir maddi və mənəvi bir güc formalaşır. Xüsusilə də maddi. Buradan daha çok pul gelmeye başlayır. Çünkü siz süper insan olduğunuzun size getirdiği gücü ve fərqliliyi biznese çevirerek böyük kütləni ətrafınıza çəkirsiniz və maddi və mənəvi daha böyük gücə sahib olmağa başlayırsınız. Qısacası desək, bacarıq əldə edirsiniz, super insan bacarıq. Bu bacarığı insanlığa fayda vermək üçün istifadə edirsiniz və siz həm insanları gücləndirirsiniz maddi və mənəvi. Bunun qarşılığında özünüz də maddi və mənəvi güclənirsiniz. Və qarşılıqlı faydalı bir iş, normalda digər bəzi işlər var ki, məsələn, ofis işində işləyənlər, bəzi pozisyonlar və bəzi işlər var ki, o pozisyonlarda siz verdiyiniz şeyin nə olduğunu tam olaraq anlamırsınız deyə sadəcə verirsiniz nəsə. Yəni nəsə edirsiniz, davamlı öz enerjinizdən verirsiniz və onun müqabilində bir şey ala bilmirsiniz, bir duyğu ala bilmirsiniz də, düzdür? Yəni siz görə bilmirsiniz qarşıda nə baş verir, verdiyiniz şeyin qarşılığında nə baş verir. Ona görə də siz verdiyiniz şeyin qarşılığında sadəcə kartınıza gələn məbləği ala bilirsiniz. Və bu da sizə əlbəttə həmişə pul daha azdır. Yəni bu pul heç vaxt bizə enerji verə bilməz. Pul daha az hissəsidir işin. Amma elə işlər də var ki, hətta ofis işlərində belə, elə işlər var ki, ya da biznesdə, elə işlər var ki, o işdə nə verdiyinizi dəqiq görə bilirsiniz. İnsanlara hansı nəticələr, hansı emosiyalar verdiyinizi dəqiq görə bilirsiniz. Elə buna görədir ki, siz məhz həmin işlər vasitəsilə nəsə edəndə belə daha güclənirsiniz və daha çox enerji gəlir sizə. Məsələn, adi bir şey götürək. Mən sizə hər dəfə webinar keçdikdən sonra sizin geri dönüşlərinizi, sizin həyatınızda yaşadığınız fərqləri, emosiyalarınızı, xoş nəticələrinizi, həyat tərzinizi, yaradıcılığınızı, hətta suallarınızı belə gördüyüm zaman mən emosional doyum yaşamağa başlayıram. Yəni emosiyalarla doyuram. Yəni burada artıq maddi faktor kənarda qalır. Çünki bu iş məni yormur belə olduğu təqdirdə, düzdür? Və yaxud da deyək ki, indi yadıma şey düşür, şokolad firması olan biri düşür yadıma. Məsələn, həmin bəyin gözləri parıldayır. Şokoladlarına baxanda, bir dizaynına baxanda şokoladlarının, bir də şokoladlarını yeyən insanların sevincinə baxanda ki, bu şokoladlar fərqlidir və insanlar sevinir bunu yeyəndə, düzdür? Və o mən satdığı o şokoladların, düzəltdiyi o resepturanın, şokoladını xüsusi dizaynda ortaya çıxartmağın, bunların hamısının ona verdiyi emosional doyumu yaşayır. Yəni burada pul faktoru kənarda qalır. Ona görə də hər dəfə iş görəndə, yəni biznesi ilə məşğul olanda, şokoladını, yeni çıxartdığı dadları dizayn eləyəndə şokoladını, qablaşdırılmasını seçəndə, yeni reseptura təşkil eləyəndə, satışını təşkil eləyəndə, kontentini təşkil eləyəndə, PR-ını təşkil eləyəndə və s. və s. Yorulmaq əvəzinə əksinə daha enerji ilə dolur. Yəni super insandır bu çünki. Normal insanlar nəsə eləyir və yorulur. Super insanlar isə nəsə eləyir və daha çox enerji gəlir onlara. Şaşdınız? Nəsə eləyir və daha çox enerji gəlir onlara. Və bu coaching də tam da belə bir işdir. Yəni siz nəsə eləyirsiniz və başa düşürsünüz ki, bunun qarşılığında nə qədər emosional doyum yaşayırsınız həm də. Okay. Bir də məsələn sırf psixoloq kimi işləsəniz, əgər coach kimi yox, psixoloq kimi işləsəniz,
Orada psixoloq kimi işləyəndə çox insan sizə maksimum dərdlərini falan danışır. Çox çöküş yaşayan insanlar gəlir də psixoloqların yanına. Deyə çox zaman, həmişə yox, amma çox zaman psixoloq kimi təkbətək işləyəndə siz insanların məqsədinə, istədiyi nəticələrə yox da problemləri ilə deyərlər də uğraşmağa xərcləyirsiniz vaxtınızı, çox da biraz tükənirsiniz. Amma coach kimi işləyəndə belə olmur. Coach çünki birbaşa məqsədə fokusludur. Da necə ki şokolad firmasının sahibi birbaşa şokoladın dadını verməyə fokusludur insanlara belə də xoşbəxtlik verməyə. Məqsəd nədir orada? Yedim bunu xoşbəxt oldum. Və doydum. Eyni şeydə coachlar. Çünki gəldim bura, məqsədinə biraz daha yaxınlaşdıq, nəticə əldə etdik və biz xoşbəxt olduq. Yəni coach problem dinləyən bir şey. Yəni bu şəkildə biz öyrənmirik. Coaching bu şəkildə öyrənilmir. Bu deyil. Okay? Tamam başqa bir şeydir. Yəni, zaten indiyə qədər öyrənmisiniz. Biraz balaca da, taktiklər də olsa öyrənmisiniz, istifadə eləmisiniz, görmüsünüz. Yadıma düşdü ki, bu challenge'dan sonra podruqamla atasını barışdırdım sizin texnikalarla. Əlbəttə. Baxın, siz necə sevinirsiniz bunu yazanda. Və necə gözəl nəticə verir insanların həyatında. Sonra nə yazırsınız? Ondan çox müştərim var. Geri dönüş toplayıram. Əla. Coach kimi fəaliyyətə başlamışam dünən. 2 nəfər dedi istəyərəm. Necə edim ki, deyim, sessiyalara dəvət edeyim və gəlsinlər. Okey, daha çox insan dəvət eləmək lazımdır. Məsələn, burasındadır. Məsələn də əsr üstəmliyə ay ərzində minlərlə insan istəyərəm deyir, gələrəm deyir, edərəm deyir, amma bunun hamısı gəlirmi? Yox. Nə qədər çox insan nümunəsi var, yəni nə qədər çox müraciətlər var. Bəli, o qədər də çox rədd cavabları olacaq, amma o qədər də çox həqiqi müştəri bazanız formalaşacaq. Okay. Hı -hı. Yəqin ki, başa düşdük. İkinci, biz özümüz maddi və mənəvi güc qazanmaq üçün istifadə edirik coachingdən. Okay. Ümumiyyətlə baxın, ödənişsiz hissədə maksimum hər şeyi öyrənə bilmərsiniz, düzdür? Çünki biz necə satmalı olduğumuzu sessiyaları, biznesimizi necə qurmalı olduğumuzu hamısını düşünün. 40 saatdan sonra çox biznes coaching dərslərimiz var. Təqribən orada 30 video dərs plus ondan çox webinarlar var. PDF-lər və s. və s. Bunlar üzərində tapşırıqlar, yönləndirmələr və s. Bunlar üzərində biz öyrənirik. Siz düşünürsünüzmü ki, bu qədər saatlıq hissəni mən burada bir sualla cevablaya bilərəm? Yox, maksimum etmək istəyirəm və edirəm. Reklam faylı paylaşmışam, necə deyə bilərsiniz insanlara. Kiçik hansı texnika ilə işləyə bilərsiniz insanlara, maksimum eləyirəm, amma bütün cavabları bu şəkildə tapmaq da mümkün deyil. Əgər yenə də deyirəm, vaxt ikən mən təlimlərə qatılıb da başlamasaydım, hələ də qıvranırdım yerində. Niyə? Çünki cavabları bu cürə tapmaq olmur. Çünki vaxt ən dəyərli valyutadır. Və bu valyutanı biz boş-boş xərcləyəndə, beynimizdəki suallara, gözləməyə və s. biz heç bir nəticə əldə eləmirik. Və mən bunu çox yaxşı anlayıram. Nəyə görə? Biraz mən təşvişli tip insanam. Həyatla təşvişli belə deyərlər də. Münasibət sxemi olan bir insanam və bu təşviş səviyyəsini coaching metodikam sayəsində ciddi bir miqdar yoxa çıxardana qədər hətta belə deyərlər də məşğul olmuşam özlərimdə, amma bazı olaraq məndə xüsusilə də vaxt anlayışı ilə bağlı xoş bir təşviş qalıb və bu təşviş mənə həmişə kömək eləyir əslində. Niyə? Çünki vaxt boşuna xərclənəcək bir şey deyil. Yəni mən rahat oturub istirahət eləyərəm, belə deyərlər də, vaxtımı buna sərf eləyərəm, enerji ilə dolmağa, masaja, istirahətə, üzməyə və s. Nəinki beynimdəki suallarla uğraşmağa ki, mən necə pul qazanım, necə eləyim, hardan gələcək və s. Bir də mən ümumiyyətlə çox necə, nə təriyən deyə suallar verən bir insan idim davamlı. Bu suallar insanı çox yorur.
Daha yaxşı olar ki, bu suallara artıq cavabımız formalaşsın bizdə. Düzdür? Və elə siz də master coach sonrası fərqli sahələr üzrə işləyə bilərsiniz. Təkcə bircə dəqiqə gözləyin, gəlirəm. Hı -hı. Yoldaşlar, mən sizdən bir dəqiqə fasilə istəyəcəyəm. Naxçıvan ləhcənizi hiss eləyirəm. Okay. Bu bir dəqiqə ərzində bütün suallarınızı çata yazın. Biz növbəti hissəni davam eləyəcəyik və növbəti hissədə mən sizə göstərəcəyim ki, özünüz necə yüksələ bilərsiniz. Okay. Suallarınızı yazın çatda. Bir dəqiqə qayıdıram. Hı -hı. İkinci challenge qoşulmaqla ilk ikisini öyrənmişəm. Texnikaları. Əla. Gəlin baxaq görək ümumiyyətlə master coach-u bitirdikdən sonra siz kim ola bilərsiniz? Ə, Çünki təkcə prosta elə belə coach kimi işləməyəcəksiniz. Mənə maraqlıdır sizlərə demək ki, nə üzrə davam eləyə bilərsiniz. Əlbəttə ki, mənim kimi ümumi sadəcə coach kimi işləyə bilərsiniz. Mən sırf məsələn, mən əsas səhifəmdə Asiya Rustamli, harda ki, individuallarla işləyirəm, təlimlər keçirik. Biz Lady-dir, odur, budur. Bu təlimlərdə əsas nə coachuyam, bilmirəm, hiss eləyirsə yox, daha çox level up coacham. Sanki insanları bir səviyyədən o bir səviyyəyə qaldıran bir coach kimi işləyirəm. Təlimlərdə də belə deyirlər. Özümün sırf coach personam, level up coachdur daha çox. Yəni insanları, nə deyirəm, səviyyə atlatan. Siz bəs kim ola bilərsiniz? Okay. Birincisi, siz elə mənim kimi sadə bir coach ola bilərsiniz. Hər yöndə işləyən. Amma bu daha maraqsızdır. İkincisi, siz meditasiya coach ola bilərsiniz. Yəni meditasiya coachu. Sırf meditasiyalar yazıb satmaq. Hətta deyərdim ki, ən gəlirlisi budur. Niyə? Çünki məsələn, siz meditasiya yazmağın üsulunu öyrənəndən sonra artıq 100 meditasiyalıq belə deyirlər, paketlər formalaşdıra bilərsiniz. Bu paketləri sata bilərsiniz. Necə satacağınızı da öyrənəcəksiniz zaten. Meditasiya günləri keçirə bilərsiniz. Meditasiya şouları keçirə bilər. Hər şey eləyə bilərsiniz, düzdür? Sadəcə meditation coach olmaqla. Mən özüm meditasiya yazmıram, bilirsiniz. Mənim hədiyyə meditasiya paketim var idi, amma daha meditasiyalar yazmıram. Amma öyrədirəm necə yazmalı olduğunuzu. Çünki mən də ilk texnikalar yazmağa qorxurdum, meditasiyalar yazırdım əvvəllər. Və texnika və meditasiyalar bir-birindən fərqlidir. Okay? Texnikalar dərində şüuraltı proqramları özünü proqramlama eləmək üçündür. Yəni proqramlama üçündürsə,
Texnikalarda biz keçmişə gedirik, məsələni həll eləyirik, indiyə gəlib proqramlama edirik. Meditasiyalar isə daha çox gələcək zamandakı hadisələri yaratmaq üçündür, yaratım üçündür, belə deyirlər, proqramlama üçün yox. Biraz fərqlidir, amma hər ikisini öyrənirik biz. Sonra siz nə ola bilərsiniz? Münasibət koçu ola bilərsiniz. Mən çox sevirəm münasibət koçlarını. Özüm bir münasibət koçu olmasam da bu barədə danışmağı xoşlayıram. Master Coach-da sizə öyrədirəm münasibət üzrə coaching necə eləyə bilərsiniz, münasibət mövzusu necə işləyə bilərsiniz və s. və s. Plus özünüz də işləyirsiniz. Bizdə orada açıq sessiyalarımız dəhşət çoxdur. Evlilik mövzusunda, aşk, sevgi və s. və s. Bunları özünüz üçün də işləyə bilirsiniz və müştəriləriniz üçün də. Və yaxud da siz münasibət koçu ola bilərsiniz, düzdür? Aşk və s. Çünki ən çox gəlirli sahələrdən biri də budur. Aşkı bulmaq, evlilik, bu üzrə təlimlər keçə bilərsiniz. Okay. Xeyr, münasibətiniz yoxdursa belə məşğul ola bilərsiniz. Məsələn, ən məşhur münasibət koçlarından Türkiyədə Esra Ezmeci var, Adil Yıldırım var. Bunlar heç birinin münasibəti yoxdur. Aşkın Kapışmaq var. Bunların heç biri şəxsən münasibətdə deyirlər, təkdirlər, amma münasibət koçudular. İşləyə bilərsiniz, amma siz tək qalmayacaqsınız. Mən sizə bunu qarantiya verirəm hətta. Çünki Master Coach-u keçəndən sonra münasibət üzrə öz üzərinizdə bu qədər işlədikdən sonra siz tək qalmayacaqsınız. Münasibətiniz olacaq 100%. Okay. Onlar niyə təkdir? Bir, ola bilər ki, özləri ümumiyyətlə istəmirlər. Bu ola bilər. Və yaxud da düzgün texnikalarda işləmirlər. Mən onların təlimlərində falan olmamışam, amma özünü proqramlama etmədiklərini düşünürəm. Dərin şüuraltı proqramlarla düzgün işləmədiklərini düşünürəm. Daha çox manipulyasiya eşidirəm çünki onlardan. Balaca reelslər çıxır qarşıma. Bunu belə elə, o kokuyu belə sürt, belə danış, belə elə və s. və s. Bilmirəm, başımın çıxmadığı yerlər haqqında danışmaq da istəmirəm, amma biz coaching manipulyasiya deyil. Coaching necə danışmaq üsulları deyil. Münasibət coachingi belə necə danışmaq, necə yazışmaq, necə fırlanmaq, necə parfüm sürmək, bunları öyrənmirik biz, okey? Sizin həyatınız onsuz da pis olmayacaq, yoldaşlar. Mənim həyatım pisdirmi ki, sizin həyatınız da pis olsun? Master Coach-da siz öyrəndikdən sonra və açıq sessiyalara qatıldıqdan sonra düşünün, öz üzərinizdə 100 saatdan çox terapiya eləyəcəksiniz. Həyatınız necə pis qala bilər? Mənə bu maraqlıdır sadəcə olaraq. Necə ola bilər ki, siz Necə ola bilər ki, siz bu qədər öz üzərinizdə terapiyalardan keçəcəksiniz və həyatınız pis qalsın? Ola bilərmi elə bir şey? Yox. Ona görə də bu sadəcə, baxın, normal koçluq öyrədən proqramlardan çox fərqlidir bu. Niyə? Çünki normalda koçluq öyrənirsinizsə, siz prosta öyrənib koç olub çıxırsınız. Amma burada prosta öyrənib koç olub çıxmırsınız. Mən sizə bunu başa salmaq istəyirəm. Bu çox prosta öyrənib koç olduğunuz isə proqramın sadəcə 10-15%-dir. Digər hissədə öz üzərinizdə işləyirsiniz və digər hissədə biznes qurmağı öyrənirsiniz. Başa düşdünüz? Çünki coaching taktikaları o qədər də çətin deyil. Əsas olan öz üzərinizdə işləməkdir. Birinci öz həyatınızı düzəltməkdir ki, praktiki olaraq müştəri ilə işləyəndə hər hansı bir konspektə uyğun olaraq işləməyəsiniz, təcrübə üzərindən işləyəsiniz. Daha sonra cinsəllik koçu ola bilərsiniz. Buna bilmirəm Azərbaycanca necə deyirlər. Cinsəllik üzrə işləyən bir koç. Məsələn, daha çox orqazm mövzusunda, cinsəl yaxınlaşma, cinsəl birlikdəlik, ehtiras, həzz və s. və s. Məsələn, bu mövzuda bizdə Azərbaycanda bir nəfər mən tanıyıram cinsəllik üzrə. O da tam olaraq cinsəl koç deyil. Və seksolog baxış başqa bir şeydir. Cinsəllik üzrə işləyən koç başqa bir şeydir. Buna rusca daha çox seks koç deyirlər, seksolog yox. Amma şüuraltıda sanki cinsəlliklə bağlı ehtiras, həzz, orqazm, məmnuniyyət bu hisslərlə bağlı olan şüuraltı məsələlərimizi işləyib özünü proqramlama eləyən. Baxın, mənim ümumiyyətlə daha çox leydi təlimimdədir bu, cinsəllik üzrə terapiyalar. Leydidən sonra fikir verin nə qədər bizim nəticələrimiz var. Vaqinizmdən azad olanlar, artıq
Demək olar ki, qızlarımın hamısı hətta cinsəl birlikdəlik yaşamadan belə orqazm hiss eləməyə başlayırlar təlimi bitirdikdən sonra. Çünki orqazm partnyorunla yaşaya biləcəyin bir şey deyil təkcə. Bu daha geniş spektrdə olan bir şeydir. Bunlar hamısı necə olur, necə işləyirik, necədir və s. bunların hamısını biz öyrəndiyimiz üçün sxemi götürüb özlərinizdə də işlədikdən sonra, daha özünüzün daha seksual versiyanıza çevirdikdən sonra çox rahat cinsəl koğuşda ola bilərsiniz. Hı -hı. İlk pasiyentim dostumdur, deyir həmcinsimə qarşı ehtiraslanıram, nə edim? Bununla işləməyi biz Master Coach-da öyrənirik. Çünki bu qədər burada deyə biləcəyim qədər asan deyil. Öyrənib edə biləcəksiniz artıq. Okay? Çox rahatdır bunu işləmək, sadəcə öyrənmək lazımdır. Sonra ən maraqlısı və ən səs-küylüsü siz mania coach ola bilərsiniz. Xaricdə artıq çox yayğındır bu. Pool coach deyirlər. Rusiyada da dəhşət çoxdur pul coachları. Sırf insanların dərində, şüuraltıda yatan pul məsələlərini işləməyə üzrə coach olmaq. Okay. Və bu isə vəbşə cəsarət tələb edən, həm də özünüzü sürətlə yüksəldəcək bir sahədir pul coachingi. Daha sonra business to business işləyə bilərsiniz master coach-u bitirdikdən sonra. Bu nədir? Biznes və şirkətlər üçün özəl sistemlər qurmağı, komanda işləri mükəmməlləşdirməyi bacaracaqsınız deyə digər insanların biznes coach ola bilərsiniz və yaxud da digər şirkətlərin biznes coach ola bilərsiniz. Şirkətlərlə B2B işləmə sistemini yarada bilsəniz, məsələn, hətta səhifə açmağa belə ehtiyac yoxdur. Siz şirkətlərlə birbaşa işləyib qonorar götürəcəksiniz və yaxud da fərdlərlə işləyə bilərsiniz. Okay? Bunu da ya sırf biznes coach kimi ya da biznes terapist kimi eləyə biləcəksiniz. Hətta fərqli yönləri var. Hamısını biz Master Coach-da araşdırırıq. Okay. Bundan əlavə isə, bütün bunlardan əlavə isə bir də siz əlavə vasitələr istifadə etməyi öyrənirsiniz. Onlardan biri də məsələn mak kartlar, əşyalar, fərqli əyləncəli üsullar, terapevtik tamaşalar təşkil etmək və s. və s. Bunları biz fərqli üsullar göstərirəm, özümüz də eləyirik, işləyirik, əylənirik, həm də özümüzə. Mən belə deyərlər də nümunə kimi verirəm ki, bunu da eləyə bilərsiniz, belə deyərlər. Okay? Bura qədər hər şey aydındır yəqin ki sizə. Bura qədər hər şey aydındır. Son hissə, son maraqlı sual. Bəs özünüz neynəyəcəksiniz? Bu həyat səviyyələri sizi necə yüksəldir? Ümumiyyətlə, çəhrayı maşın metodologiyası ki, 3 həyat səviyyəsinə fokuslanır. Psixolojik olaraq siz daha yüksək psixoloji səviyyəyə keçməyə başlayanda artıq digər 80% insandan önə keçmiş olursunuz. Yəni 70-80% insan birinci həyat səviyyəsində sadəcə valideynlərinin onlara verdiyi 10%-lıq belə deyərlər bilgi toplusu və proqramlar toplusu ilə yaşamağı seçir bu həyatda və belə də yaşayıb ölürlər. Dünyada 70-80% insan hər zaman belə yaşayacaq. Bu dünyadakı balansı qorumaq üçün önəmlidir. Əgər siz bu 70-80% insanı aşa bilirsinizsə, yəni sadəcə ana-atanızın proqramlarını ötüb çıxa bilirsinizsə, ki, bunu Master Coach-da özləriniz işlədikcə mənim metodologiyamla eləyə bilirsiniz. Artıq siz 70-80% insanı aşıb digər 20%-ə keçid eləyirsiniz. Və bu artıq özü böyük bir uğurdur. Bu o deməkdir ki, daha çox resurslardan istifadə etmə qabiliyyəti, fürsətləri görmə qabiliyyəti, digər 70-80% insanın erişə bilməyəcəyi yerlərə erişə bilmə qabiliyyəti, digər 70-80% insanı bacara bilməyib, bilmədiyi kütləyə xidmət etmə qabiliyyəti, bunlar hamısı formalaşmağa başlayacaq sizdə. Və bunların hamısının verə biləcəyi ən kiçik nəticə puldur. Əlbəttə, əgər siz istəsəz, yenə də deyirəm, mən burada qarantiya vermirəm, çünki mənim master coachum bitirib də bir neçə nəfər var, hələ də süst vəziyyətdə gözləyir. Belə də olur. Yəni, bu da onların yoludur. Onlar yavaş gedir proseslərdə. Ola bilər ki, 2 il sonra onlara oturacaq və işləməyə başlayacaqlar. Seçim var, düzdür. Elə master coach tələbələri isə var ki, ilk həftədən pul qazanmağa başlayırlar və artıq proqram bitəndə daha çox böyük rəqəmlər. Bizdə maşın alan olub,
2 dənə maşın nəticəmiz olub Master Coach-da. Başa düşürsüz? Yəni burada yenə də öz verdiyiniz qərarlar da önəmlidir ki, mən başlayıram artıq. Mən proqramı götürmüşəm, əlimdə bütün vasitələr var, istifadə eləyəcəm. Mən tənbəllik eləməyəcəm, süst vəziyyəti gözləməyəcəm. Bunlar da önəmlidir, amma əlbəttə bilik bazasının keyfiyyəti də önəmlidir. Okay? Okay. Bəli, belə. Suallarınız varmı? Mən artıq bugünün webinar hissəsini bitirmiş oldum və suallarınızı gözləyirəm. Okay. Mhm. Suallar varmı? Mhm. Sual yoxdur. Pulla bağlı problemlər nə vaxt bitir? Biraz primitiv bir sualdır. Pulla bağlı problemlər o vaxt bitir ki, pula yüklədiyiniz proyeksiyalar bitir. Baxır, sizin pula yüklədiyiniz proyeksiyalar nə qədərdir? Və bu proyeksiyaları ömrünüz boyu işləyə bilərsiniz. Ən yüksək rəqəmlərə çatana qədər. Çünki yenə deyirəm, 1 milyonunuz varsa 2 milyonunuz ola bilər. 2 milyonunuz varsa 3 milyonunuz ola bilər. Mhm. Həyat səviyyəmizi dəyişmək üçün nə qədər müddət çalışmaq lazımdır? Burada da yenə nisbi sualdır. Baxır başlanğıc nöqtəniz və başlanğıc həyat səviyyəniz, emosional durumunuz nədir? Master Coach elə bir proqramdır ki, bu proqrama qatılanda özünüzü də çox qəşəng diaqnoz eləyə bilirsiniz və bir-birinizi də yaxşı diaqnoz eləyə bilirsiniz deyə bir-biriniz üzərində belə görə bilirsiniz ki, kimin başlanğıc nöqtəsi nədir, nə qədər müddət lazımdır və s. və s. Amma individualdır. Mənim özümün başladığım nöqtə biraz sıfırın altındaydı. Məsələn, buna görə mənim üçün məsələn, indiki nöqtəmə çatmaq üçün mənə 5 il lazım oldu. Elə adam var, amma yenidir. Mənim elə müştərim var ki, 3 ayda dəyişir. Elə müştərim var 6 ayda. Çünki hər an başlanğıc nöqtəsi fərqlidir. Yenə də deyirəm. Necə? Coaching təlimini bitirdikdən sonra insan istifadə etmirsə bilikləri işləmək üçün bunu özündə necə həll edə bilər? Necə yəni? Biz onsuz da coaching proqramında sizlə işləyirik birə-bir. Mənlə üzbəüz işləyirsiniz davamlı. Bir il ərzində açıq sessiyalardasınız. Necə işləyə bilər? Master Coach özgüvəni artır. Özgüvən deyə bir şey yoxdur. Siz biləndə ki, nəyi necə eləməlisiniz, avtomatik özgüvən gəlir. 2 ildir öz üzərində çalışıram, insanları analiz edə bilirəm, proqramları görə bilirəm, bu sahəni sevməyə başlamışam, proqrama qatılmaqla davam edəcəm. Əla, sizi təbrik edirəm. Əlavə bir sahədir bu arada. Mənim bir zamanlar var idi ki, əlavə sahələr öyrənirdim. Məsələn, mən həm də beynəlxalq dərəcəli ingilis dili müəlliməsiyəm və bu ömürlük bir sahədir. Plus, mənim musiqi təhsilim var, diplomum var. Yəni hal-hazırda Asiya rüstəmli olaraq özgüvənli olmağım səbəblərindən biri də odur ki, çox fərqli sahələrdə mənim ekspertliyim var. Ən birincisi musiqi diplomumdur, musiqiçi. İkinci biznes mentor, business administration 2 diplomum. Üçüncüsü beynəlxalq dərəcəli TEFL üzrə master dərəcəsində ingilis dili müəlliməsiyəm. Beynəlxalq dərəcəli. Bu 3. Dördüncüsü psixoloqam. Okay. Beşincisi coacham. Çünki coach, psixoloq ayrı-ayrı sahələrdir. Coacham. Başqa nə var? Bir də əlbəttə artıq mən başlayıram dizaynerliyi öyrənməyə. Mənə çox maraqlıdır çünki mən artıq istəyirəm geyimlər, bu sahə belə deyirlər də gözəllik sahəsinə girişmək istəyirəm biraz. Və əlbəttə ki, sizin düşünün də mən özümü formalaşdırmaq üçün 1, 2, 3, 4, 5 sahədə mütəxəssisləşmişəmsə, okey. 100 dənə sertifikatı arası yığmamışam da, həqiqətən. Mən ümumiyyətlə sertifikat götürməmişəm heç yerdən. Mən həqiqətən mənə sahə öyrədə biləcək bir yerdə həqiqi bir sahələri öyrənib puxtələşmişəm. Və bu məni bilirsiniz necə bir super personaya çevirir? Mən məsələn karantindən qorxmuram. Mən qorxmuram ki, buradan harasa deportasiya oluna bilərəm. Ya qorxmuram ki, yanımda heç kim qalmaz. Qorxmuram ki, başqa ölkəyə gedərəm, lüt qalaram. Belə şeylərdən qorxmuram. Çünki
Yəni düşünün 5 dil bilirəm, düzdür? Hansı ölkəyə getsəm danışa biləcəyim bir dil var. Bunun özü də əlavə bir persona yaradır, düzdür? Yəni heç yerdə lüt qalmaram, heç yerdə itmərəm, heç yerdə pulsuz qalmaram, düzdür? Məsələn də tutaq ki, şərq ölkələrinə getsəm ingilis dili öyrədərəm, müəllimə kimi işləyərəm, düzdür? Balaca bir şeyə düşsəm, kəndə düşsəm, nə bilim, musiqi müəlliməsi kimi işləyərəm. Okey. Böyük şəhərdəyəmsə coach olaram. Rusiyada mənim daha çox psixoloq işləyə bilərəm. Okey, diplomu oradan aldığım üçün. Fərqlidir. Və mən rahatam. Hansı ölkəyə düşsəm nə edə biləcəyimi belə beynimdə bilirəm. Bütün ölkələri götürsəm siyahı olaraq bilirəm ki, hə, bu ölkədə bunu eləyə bilərəm mən, okey? Hansısa ölkəyə düşsəm nə edə bilərəm. Və hə, xüsusilə də münasibət qoşu kimi də. Varsınızsa vapşe hansı ölkəyə düşsəz necə evlənə biləcəyinizi də bilirsiniz. O zaman vapşe rahat olursunuz siz. Və super insanı yaradan, qorxusuz daha özgüvənli bir insanı yaradan bacarıqlar toplusudur. Sertifikatlar toplusu deyil əsla. Bunu yadınızda saxlayın. Çünki siz 100 dənə, bəzi insan var, eyni sahə üzrə 200 dənə sertifikat alır, amma bu sertifikatlar ona nə pul gətirir, nə ev gətirir, nə maşın gətirir, nə şirkət gətirir, nə heç nə gətirmir. Çünki lüt bacarıqdır. Lüt bacarıq heç nə gətirmir. Hə mən də yaxşı soğan soyuram. Bilirsiniz, mənim qəşəng aşbazlıq qabiliyyətlərim var məsələn. Amma lüt bir bacarıqdır. Bunu mən necə istifadə edəcəyimi bilmirəm hələ. Mənə bu bir şey gətirməyəcək ona görə də. Və yaxud da bəli, məsələn mən tutaq ki, adını da unutmuşam, heç bir sahə var deməli. Bizneslə əlaqəlidir. Financial nəsə, в общем, belə financial management'in nəyisə, в общem. O sahə üzrə mən boş-boş sertifikatlar almışdım bir müddət. Finance, nə bilim nə. Və mən finance, nə bilim nə üzrə olan o sertifikatlar toplusundan necə istifadə edəcəyimi belə bilmirəm. Yəni çünki adını belə yadımda saxlamamışam o sahənin. Başa düşürsünüzmü? Hı. Hə, və yaxud da növbəti mənim öyrəndiyim bir sahə də var idi. Bu onlayn təhsilin təşkili. Mən Ada Universitetində təhsilin təşkili üzrə magistra başlamışdım. Amma davam elətdirmədim, bitirmədim, yarıda buraxdım. Niyə? Çünki buraxdığım nöqtəyə qədər olan biliklər mənə bəs idi artıq işləmək üçün. Plus davam etdirməməyi seçdim, istəmədim, xoşuma gəlmədi və s. Və təhsil aldığım müddətə qədər ki isə mənə bu işimi qurmağa polnu kifayət eləyir. Syllabus yazmağa, proqram təşkil eləməyə, onlayn təhsili təşkil etməyə və s. Bunları yəni polnu bəs eləyir. Mən indi aça bilsəm, sizlərə Master Coach platformasını göstərmək istəyirəm. Bir dənə baxım görüm. Burada məndə açılırmı? Uy. 2 dəqiqə gözləyim. O vaxta qədər sualınız varsa yazın. Mən platformanı açmağa çalışacağım. Okay. Məsələn, mən kompüter və IT üzrə çox bərbadam. Çox bərbadam. Tak. Hı -hı. Bəli, sadə dildə siz nəsə qurmağı bacarırsınızsa və bu bacarığı necə pula çevirəcəyinizi bilirsinizsə, o zaman siz super insan olmuş olursunuz. Okay.
Okey, mən aça bilmədim. Mən sizə ayrıca video çəkib göstərəcəyəm. Bizdə əgər ödənişi tam eləsəz əvvəldən saytdan keçə bilirsiniz, bütün proqramı görə bilirsiniz. Mən özbəüz necə görüşə bilərsiniz? Master Coach-a qatılanda onsuz da 3 aydan bir biz görüşlər keçiririk, ödənişsiz gələ bilirsiniz. Bacarığı pula çevirməyin yüngülvari sxemi yoxdur. Başa salsam belə başa düşməyəcəksiniz. Niyə? Çünki mən artıq o yüngülvari sxemi sizə göstərirəm neçə gündür. Amma siz görmürsünüz. Master Coach ödənişli hissəyə qatılmaq üçün link paylaşacağıq indi. Artıq o link var səhifədə. Link paylaşacağıq. Təkcə qatılmaq üçün yox. Suallarınız varsa menecerlərimizə onları da vermək üçün. Ümumi life coach kimi işləyəcəksinizsə, hər cürə müştəri ilə işləyə bilərsiniz. Tak, belə başqa sual varmı? Yenə də deyirəm, siz elə bir bacarıq hər zaman seçməlisiniz ki, sizə həmişə pul qazandıra bilsin. Və boş bekar vaxtlarınızda siz sertifikatlar alıb toplamaq əvəzinə həqiqətən pul gətirə biləcək bir şeylər seçə bilərsiniz. Adi bir şey deyəcəm. Mən o vaxt 2018-ci ildə beynəlxalq dərəcəli ingilis dili müəlliməsi olmaq üçün magistr sertifikasiyası keçmişdim. Və həmin sertifikasiyanı keçəndə mənə prosto tak ingilis dili öyrətməmişdilər. Mənə orada həqiqətən necə hər tip müştəri ilə, hər tip tələbə ilə işləmək olar. Hər tip tələbəyə uyğun necə təlim formalaşdırmaq olar. Hətta onlayn təhsili necə təşkil edir. Bunların hamısını göstərmişdilər. Okay? Tapşırıqları necə yoxlamaq olar və s. Hətta oradan götürdüyüm biliklərlə mən indiki sistemimə də çox şey inteqrasiya eləmişəm. Başa düşdünüz? Elə bir şey seçin ki, o sizə full toplu versin, full bacarıq toplusu versin və onu necə pula çevirmə variantını da təklif eləsin. Okay? Sadəcə özünüz üçün Master Coach-a qatılmalısınız hətta. Hər kəs qatılmalıdır deyə düşünürəm, amma sadəcə belə iddialı danışa bilmirəm. Mən düşünürəm ki, hər kəs qatılmalıdır. Mən olsam qatılardım özüm üçün. Okay? Heç nə olmasa belə partnyorum üçün qatılardım. Çünki bir qadın yanındakı bəyi proqramladığı üçün davamlı, o bəyin işlərinə, yüksəlişinə, emosional fonuna yaxşı təsir edə bilmək üçün bu çox gözəl bir şeydir. Koçluq müəllimlərdə daha yaxşı alınır. Bəli. Müəllimlərim var zaten. Zaten mənim ən yaxşı koçlarım elə müəllimlər arasından çıxıb. Psixoloqlar arasından yox. Çünki mən özüm də müəlliməyəm axı. Mən ilk işim müəlliməlik olub. 18 yaşımdan 5 il müəllimə kimi işləmişəm mən. Həmad Universitetində asistan müəllim kimi işləmişəm. Həmçinin də evdə kurs kimi uşaqlar hazırlamışam 5 il. Mən müəlliməyəm deyə bu persona mənə çox kömək edir. Xüsusən də təlimlər keçirməyə, məsələn, webinarlar keçirməyə. Müəllimə personası üçün coaching çox daha rahat alınan bir şeydir. Yəni sıfırdan öyrənəcəyiniz bir şey deyil də, artıq bu sizdə var. Kiməsinə izah eləmək, yön göstərmək və s. və s. Okey, yoldaşlar. Bizim müəlliməmiz Nihan xanım buradadır. Ən tez onda alındı. Səhv eləmirəmsə, o da mənim kimi ingilis dili müəlliməsi idi. Okay. Yəni bəli, müəlliməsizsə vəbsə. Nə qədər çox tez bilirsiniz, nə qədər çox dil bilirsiniz, o qədər çox sonra tətbiq edəcəyiniz sahələri öyrənib tətbiq etmək asanlaşır. Çünki beyin nə qədər çox işlədirsiniz, o beyin gənc qalır və daha sürətli işləməyə başlayır get-gedə. Məsələn, mən əvvəllər gecə-gündüz oxuyub da öyrənməli olduğum şeyləri indi bir dəfə uzaqdan dinləyib də başa düşürəm. Okay. İstənilən bir şeyi istənilən yaşda öyrənmək mümkündür. Amma baxır hansı sürət və tezliklə öyrənmək. Çünki mən artıq 30 yaşıma yaxınlaşıram. Bir il sonra 30 yaşım olacaq və mən hiss eləyirəm ki, məsələn 3 il əvvəl öyrənmə sürətim belə deyildi. Çünki indi artıq 30 yaş 40 yaş arası xüsusilə də insan daha çox həyatını yaşamaq istəyir.
Yəni fokuslanırsan tətil, istirahət, yaşayım, əylənim, deyim, gülüm, dostlarım olsun, aşk, sevgi, daha çox bunları yaşamaq istəyirsən ki, çünki ən cıvıl-cıvıl illəridir insanın. Və düşünmürəm ki, 30-40 yaşda kimsə oturub bütün gün dərs oxuya bilər, bilər, amma həyatı gedəcək, həyatın ən o əylənməli olduğu dövrü gedəcək. Amma hər kəsin həyatda sürəti də fərqlidir. Daha yaxşı olar 20'li yaşlarınızı öyrənməyə, sponge kimi hər şeyi özünüzə çəkməyə, pul qazanmaq xərcləyəsiz. 30-dan sonrasını qəşəng-qəşəng xərcləyib bol-bol əylənəsiz. Amma əgər indi məsələn deyək ki, 45 yaşınıza çatmısınız, amma etməmisinizsə bunları, peşman olmaq da lazım deyil. İndi daha məntiqli olar ki, qısa, lakonik, öyrənə biləcəyiniz, qısa zamanda tətbiq eləyəcəyiniz bir sahə seçəsiniz ki, 1 il, 2 ildə işlərinizi qurub da olsun 47 yaşdan sonra əyləncəyə keçəsiniz, belə deyərlər də, səyahət, əyləncə, istirahət, keyif və s. Amma heç vaxt başlamasanız, prosto peşman olub otursanız ki, o yaşım keçdi və s. olmayacaq. Bizim Master Coach-da maksimum neçə yaş var bizdə? 60, 55 var. Yaş fərqi çoxdur. Yəni 20 yaşında da var bizim Master Coach tələbələrimiz, 50-60 yaşında da var. Olur. Başlanğıc nöqtəsi hər kəsdə fərqlidir. Oturub gözləmək əvəzinə əlbəttə ki, əsas olan başlamaqdır. Boş-boş gözləmək peşmançılığın üzərinə su sərpib də sizi 20'li yaşlarınıza göndərmir. Okey. Amma daha light başlayacaq. Siz 50 yaşında başlamısınızsa daha light rejimdə başlamaq lazımdır. Bəli, siz 50 yaşında ümumi life coach olmaq əvəzinə, daha çətini seçmək əvəzinə, daha yaxşı olar ki, çox sadə bir profil seçəsiniz. Məsələn, meditasiya coach olmaq seçəsiniz. Ya da çox daha sadə və spesifik bir yön seçəsiniz. O yön üzrə də özünüzü incitmək lazım deyil. Çünki adi Master Coach-a qatılan ilk həftədən, çünki ilk həftədə biz meditasiya coaching öyrənirik. İlk həftədən sonra artıq siz meditation coach kimi işləyə bilərsiniz. Və yaşınız çoxdursa, bu proqramın ən sadə budağından istifadə eləməyiniz daha məntiqli olar. Nəinki çətinə qaçmaq. Yəni burada spektrlar genişdir, düzdür? Motivasiya koçudur. Motivasiya deyə bir şey yoxdur. Şüuraltını öyrəndiyiniz zaman anlayacaqsınız ki, şüuraltı dünyada motivasiya sözü yoxdur. Belə yoldaşlar, sizinlə sağollaşıram. Növbəti görüşlərimizə qədər.